Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizə. Bu gün də evə lazım olanlar alınmışdı. Onları yerləşdirdim, sonra getdim digər işlərimi görməyə. Şəkər tozludur. Belə evə lazım olanları da qızlar şəkər tozunu bu dəfə çoxaldırmışam. Feyxua kompotu bağlayacağam. Feyxua kompotunun resepti kanalımda, yəni hazırlama qaydası kanalımda ətraflı paylaşım etmişəm. İstəyən daxil olub baxa bilər. Feyxu öz bağımızdandır. Artıq yetişdikcə feyxualar tökülür ağacın altına. Biz də yığırıq, belə qaracilə ilə birlikdə kompotunu hazırlayırıq. Belə qızlar, anam kənddən süt göndərmişdi. Qəşəngcə bişirdim sütü. Sonra qalanını qatıq tutdum. Birazını isə ayırdım, buzluğa atdım. Uşaqlar üçün pankek və yaxud da bilinçik falan hazırlayıram. Bulq falan lazım olur. Belə qatığı da hazırladıqdan sonra üzərini örtdüm, özünü tutsun. Mən də keçdim feyxualar yığmağa. Qızlar, feyxualar da yetişdikcə özləri tökülür. Ağacına yana dərmirik. Belə feyxuaları yığdıq, gəldim, təmizlədim, yudum qəşəngcə. Qaracilələrini də təmizləyib bankaların hər birisini təmizlədikdən sonra bankaları başladım hazırlamağa.
Və belə qızlar bankaları da hazırladım. Qaynatdığım üçün bankaların hər birisini qaynatdım. Onun üçün rənglər də tez yana qızarmışdı. Belə deyim də görünürdü. Qaldıqca daha da gözəl olur. Rəngləri qaldıqca bir gün üzəri örtülü saxladım. Sonra yığdım şkafın yerinə. Və axşam idi. Bir-iki evə lazım olanlar var idi. Uşaqlar üçün. Onları çıxdıq, mağazaya getdik almağa və artıq burada gedib alıb qayıtmışıq. Qızımın hazırlıq dərsi saat 8-də başlayacaqdı deyənəm. Elə 1 saat vaxtımız var idi. Saat 7-də çıxıb 8-də qayıtdıq evə. Belə corablar aldıq. Sonra oğlum üçün şalvar evdə, yəni geyinmək üçün ev şalvarı götürdük. Bu şalvarı, yəni oğlum üçün götürdüyüm şalvarı qalındır. 10 manata aldıq evdə geyinmək üçün. Qızım üçün də belə bir şalvar götürdük. O da qalındır, yəni qış üçündür. Belə deyim, çox nazik deyil. Bu şalvarı isə 12 manata götürdük. Bu da evdə geyinmək üçündür. Bunu isə qızlar ana üçün götürdüm, evdə geyinmək üçündür. Bu da ev geyimidir. Bunu isə 21 manata götürdük. Bunu da qızım üçün yenə də qızım üçün aldıq köynək. Bunu isə 20 manata götürdük. Belə qızlar. Videonu izlədinizsə, izləyib bəyəndinizsə bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.